İnsan Allahdan başqa hər şeydən qopur və yalnız ona mərkəzlənirsən, müstəqil qüdrət onu görürsən, mənbə onu görürsən. Xəyalun, əqlün, qəlbün, vücudun, zərrələrin hamısı ona mərkəzlənir. Bütün məsumlar elədiyi duadır. İlahi, həbli kəmaləl inqita iləyik. İlahi, qopart qəlbimi. Masivallahdan hər şeydən. Yalnız sənə bağlanım. Adam ki, təmərküzləşir ona. Quranda var, uduuni əstəcib, məni çağırın. Mən. Qopursan, səbəbləri qoysan kənara, səbəbül əsbab, səbəbül müsəbbəbat, səbəblər səbəbi, ona bağlanırsan, təmərküzləşirsən ona, bütün vücudunla özünə. Canın da oradadır, özün də oradasın, canınla birlikdə təmərküzləşirsən bir nöqtəyə. Öz isteklərini də ilahi isteklərin qarşısında qurban verirsən. İsteklərin o isteklərin qabağında fani olmağa başlayır. Daha sənin öz isteyin yoxdur. Öz isteyin yoxdur. Yalnız o isteyi var. Vücudun o isteyindən dolub. Vücudun onun evidir. O hakimiyyət qrubu. Allah səltənət qurub sənin qəlbində.